Salam, hər vaxtınız xeyir olsun. Bugün Başlıbel faciəsinin ildönümüdür. 1993-cü ilin aprel ayında Ermənistanın Kəlbəcər rayonunu işğalı zamanı Başlıbel kəndində törətdiyi qırğından 32 il keçir. Bu cinayət nəticəsində içərisində uşaqların, ahılların, qadınların, əlilliyi olan şəxslərin olduğu kənd əhalisi işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə yetirilib, hətta diri-diri yandırılıb. Başlıbel kəndinin Ermənistan tərəfindən işğalı zamanı 62 dinc sakin xilas olmaq məqsədi ilə mağaraya sığınıb. Lakin erməni silahlı qüvvələri onların yerlərini müəyyən edərək qətliam törədiblər. Kəlbəcər rayonunun işğaldan azad edilməsindən sonra Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin amansızcasına qətlə yetirdiyi həmin kənd sakinlərinin meyitlərinin həmkəndliləri tərəfindən mağara yaxınlığında dəfn olunduğu yeri aşkar ediblər. Kütləvi şəkildə qətlə yetirilmiş həmin sakinlərin qalıqları ekshumasiya edilərək kimlikləri müəyyənləşdirilib və ayrı-ayrı dəfn ediliblər. Sağ qalan şahidlərin ifadələri də təsdiq edir ki, Başlıbel qətliamı zamanı sakinlər arasında girov düşənlər də olub. Təəssüflə qeyd edək ki, bugünədək itkin hesab olunanlar var. Kəlbəcər rayonunun ən qədim və ən böyük kəndi olan Başlıbel tarixi, mədəni və dini obyektləri erməni daşnaqları tərəfindən məhv edilib.